Sizcə 1919-da Parisin düz ortasında Azərbaycanlı bir kişi nə mübarizəsini aparırdı? Turizm yox, biznes yox, dövləti qurmaq. Əlimərdan bəy Topçubaşov. O Azərbaycan müstəqilliyini dünyaya tanıtmaq üçün Parisə göndərilən nümayəndə heyətinin rəhbəri idi. Əlində nə silah dolusu ordu, nə neft pulu, sadəcə faktlar, ağıl və vətən sevgisi. Çar Rusiyasında ilk müsəlman deputatlardan biri idi. Dövlət Dumasının sədr müavini idi. Təsəvvür et ki, Moskvanın ortasında bir Azərbaycanlı müsəlman imperiyaya qanun danışır. Azərbaycan Xalq Cümhuriyyəti qurulanda parlamentdə seçildi. Amma o silah yox, diplomatiya tərəfini seçdi. Və Paris Sülh Konfransında dediyi sözlər tarixə yazıldı. Azərbaycan Şərqin ilk demokratik respublikasıdır. Qadınlara səs vermə haqqı verən ilk müsəlman ölkəsidir. Bunu eşidən Avropa təəccübləndi və onun sayəsində 1920-ci ilin əvvəllərində böyük dövlətlər, Amerika, Fransa və digərləri Azərbaycanımızı tanıdı. Amma bu tanınma sənəd Parisdə imzalananda Sovet tankları artıq Bakıya yaxınlaşırdı. Əlimərdan bəy ömrünün qalan hissəsini sürgündə Parisdə keçirdi və bir daha vətəninə geri dönə bilmədi. Orada vəfat etdi və vətənindən uzaq bir yerdə torpağa tapşırıldı. Amma əsas bir şey bacardı. O, Azərbaycanın adını Avropa tarixinin masasına yazdırdı. O millətin adını tarixə yazdı. Bizə də onu unutmamaq düşür. Əlimərdan bəy Topçubaşov. Adı az çəkilən, amma bir milləti dünyaya tanıdan bir adam. Sağ olun, tariximizi unutmayaq.